Eşli dostlar, bu da o vaxtı Azərbaycan televiziyasından, yəni 2020-ci ildə Xamneyinin çıxışına ümumi o vaxtki mövqeyinə münasibət olub. Hələ 93-cü ildə, 93-cü ilin avqust ayında Xamneyinin Təbrizəki çıxışı var. 2020-ci ildə əlavə bir bəyanatı mövqeyi var. Bütün bunlar ola-ola siz Seyid Abbas Arakçı'nın bölgeye seferi ve münaqişənin tezliklə həllinə dair təşəbbüslə çıxış etməsini yüksək değerlendiririk. İnanırıq ki, ölkələrimiz arasında tarixi köklər üzərində qurulmuş əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək. Nəysə, məsələ budur dostlar. Bu faktlar ola-ola nədənsə bizim ictimai 100 adamdan sonra 99 deyəcək ki, İranımız düşmənimizə. Niyə? Ki, Qarabağ deyir ermənilərindir. Bir nəfər də olsun İran məmuru bu söz deməyib. Çünki din rəhbəri mövqeyi var. Ki, ora Qarabağ torpağı Azərbaycanın torpağıdır və ermənilər orada zülm verirlər yerli insanlara. Bunda niyə biz axı İranı özümüzə düşmən bilməliyik? Niyə? İndi artıq aydın olur ki, bu İsrailə lazımıymış. Və buna şərait yaradan da İlham Əliyev, bu hakimiyyət, bu rejimdir. Niyə? Çünki bunların da görünür əleyhinə Mossadın əlində ciddi kasetlər var. Ona görə gecə ər-arvad hamısı İsrailin nökəsi ilə qulluq edirlər. Niyə? Bu fakt elə şeydir ki, buna gözümə olmaz. Kim nə deyə desin, buyurun çıxın efirə. Kim bunun yalan olduğunu sübut eləsə, mən deyəcəm, üzr istəyirəm, bağladım bura, bitdi. Yoxsa sən durub gecə gündüz ağızlığa gələni ya məhzəbçilik baxımından, ya şiələrdən xoşun gəlmə, ona görə böhtan atırsan, ya İsrailə nökərçilik eləyirsən, gərək nə qədər vicdanını itirəsən ki, ləhəqətini itirəsən ki, İsrailin region üçün necə böyük təhlükə yaratdığını danasan və onu müdafiə edəsən. Nə qədər ləyəqətli olmalısan ki, insanlıqdan nə qədər uzaq olmalısan ki, Fələstində İsrailin törətdiyi cinayətlərə göz yumasan, soyqırımına göz yumasan, qüvvədə olan beynəlxalq məhkəmənin qərarı ola ki, Netanyahu müharibə canisidir, həbs olunmalıdır. Qüvvədə olan məhkəmə qərarı ola-ola sən deyirsən ki, yox, İsrail haqlıdır və sana.